Salam dostlar, serum istəyirlər məndən, saç serumu, doğmalarım belə istəyir. Biberiyə ilə mixək dəmləməliyik bir gün öncə. Bunu mən dəmləmişdim, artıq bir gündən çox saxlaya bilməzdim. Dəmlədim, süzdüm belə biberiyə və mixəyin suyunu. Bir stəkana yarıdan biberiyə, bir ovuc mixək və bir stəkan su tökdüm, dəmlədim və süzdüm. Bu saç serumu nədir? Bunu eləmişdim, çox adam səhvəmdən götürdü, elədi. Amma mənim elədiyim serumun tərkibində, yəni sizlər üçün əlçatmaz olan belə saç üçün egzosomlar var. Bu dəfə bunu mən sərgidən gətirdim. Təmiz məhsul olduğuna görə bunu pasientlər də arzulamışdı. Saç diblərinə mezo kimi vururuq. Kim ki gəlir burada prosedur eləyir, bunu mezo kimi vururuq. Amma mən indi bu tərkibi eyni zamanda bu seruma da qatdım. Buna demək nikotin və kislata, nikotin turşusu, B kompleksi və vitamin C qatdıq. Eyni zamanda karvalol töymüşəm, limon töymüşəm, sirkə töymüşəm bu tərkibin içində və çox gözəl belə saç serumu, saç üçün belə serum var, onu da töymüşəm. Bunu sastav halında belə hazırlamışam. Bunu indi qablaşdıracağam. Qablaşdırandan sonra siz pasientlər kim istəyir ev şəraitində bunu alıb istifadə edə bilər. Çünki bunu çox rahatdır. Bəzən maskanı qoyub yumaq tələb olur. Bunu isə yumadan saç elə cibində gəzdirirlər. Saç diblərinə pıskırtmaqdan bunu gündə 2 dəfə çox gözəl nəticə verir. Bu serum qabı ilə bərabər, çünki çox bahalı saç üçün egzosom da var, tərkibində saç serumlar var, mürəkkəb sastavdır və bu qabın ölçüsündə bu 20 manatdır. Bizdə yəni çatdırılma falan olmur. Kimsə gəlib ancaq onu bizdən əldə edə bilər. Gündə 2 dəfə saç diblərinə vurursam, yumadan saç diblərində qalır, heç bir qoxu qalmır.